Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkət. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu və Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu və Teala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 87-ci videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahiyçiləri, bu yalançıları, bu şarlatanları din və İslam adı altında, Quran sevgisi adı altında insanları deizmə, ateizmə sürükləyənləri tanımış və onların yalanlarından, hilələrinə agah olmuş olarsınız. İlk öncə Allaha sonsuz sayda həmd sənalar olsun ki, yəni Allah Subhanahu wa Taala bunun içində olan o xəbis niyyətini Allah Taala müsəlmanlara bəyan etmişdi. Artıq özü də bundan narahat və çox narahatdır. Bu günləri dindarlar arasında, cəmiyyət arasında buna qarşı çox böyük bir baskı var. Özü də onu bilir və özü də onu hiss edir. Əksinə qalsa, ağıllı insan və Allahdan qorxan bir kəs bu şeylərdən özünə bir ibrət çıxarmalıdır. Rəbbi ilə tək qaldığı zaman papağını qabağına qoyub, necə ki sələflər deyir, qiyamət günü Allah Taala'nın haqq hesabından, sorğu-sualından öncə insanın özünü bu dünyada hesaba çəkməsidir. Özünü Rəbbi ilə tək qaldığı zaman hesaba çəkib, nəfsini sorğu-sual edib, özünə bir sual verməlidir ki, nə üçün müsəlmanlar, toplum bu qədər mənə qarşı nə edir? Videolar hazırlayırlar. Mənə qarşı bu qədər lənət, bu qədər bəddua var. Yəni bunların səbəbi nədir? Ağıllı insan və Allahdan qorxan kimsə bütün bunları görüb, bunlardan bir ibrət çıxardıb, Allaha tövbə etməli və çıxıb müsəlmanlarda nə etməli? Üzrxahlıq etməlidir. Yəni ağıllı insan və Allahdan qorxan kəs belə etməlidir. Lakin görsənən budur ki, bu insan bütün bu etdiklərini məqsədli şəkildə edir. Məqsəd də həmişə dediyimiz kimi insanları Allahın kitabından və Peyğəmbər sallallahu əleyhi və səlləmin yolundan, İslam dinindən uzaqlaşdırmaqdır. İnsanları özü kimi dinsiz və imansız etməkdir. Məqsədi budur. Yəni sən işində ol. Allah həmd olsun ki, biz də öz işimizdə olacaq. Allah Subhanahu taalanın verdiyi güc və qüvvət sayəsində sənin bu zəlalətlərini, Allahın və Peyğəmbərin adına atdığın bu iftiraları, bu yalanları insanlara bəyan etməyə, insanlara çatdırmağa çalışacaq. Lakin bir şeyi yadından çıxarma. Yəni bu dünyada olan sorğu-sual, Allah qiyamət günü Allahın huzurunda olan sorğu-sualla eyni olmayacaq. Allah Subhanahu taalanın sorğu-sualından qorx, haqq hesabından qorx. Deməli bu videomuzda Fələq və Nəs surələrindən danışır. Bilirsiniz ki, bu insan sehiri, cadu və s. kimi məsələləri inkar edən birisidir. Lakin biz bilirik ki, Allah Subhanahu taala Quran-ı Kərimdə bir çox ayətlərdə sehir barəsində və həmçinin də Fironla Musa arasında olan o qissədə sehirbazların Musa əleyhissalam ilə o yarışa gəlmələri və onların Musa əleyhissalamın möcüzəsini gördükdən sonra iman gətirmələri hamısı dəlildir ki, sehir və cadu var. Və təsəvvür edin ki, Fironla Musa'nın qissəsində olan sehirbazlar həmin dövrdə ən güclü və ən yaxşı sehiri ən yaxşı bilən sehirbazlar idi. Çünki Musa əleyhissalam, Firon onları gətirmişdi ki, məhz Musaya nə etsin, qalib gəlsinlər. Lakin onlar Musa əleyhissalamın möcüzəsini görəndə onun qarşısında nə etdilər? Aciz oldular və dərhal iman gətirdilər. Nə üçün? Çünki bildilər ki, Musa'nın göstərdiyi sehir deyil, möcüzədir. Həmçinin Süleyman əleyhissalamın qissəsində Bəqərə surəsi 102-ci ayətində Allah Subhanahu taala xəbər verir və həmçinin də Allah Taala peyğəmbəri Muhammed sallallahu əleyhi və səlləm üçün muavizatən, yəni qorunmaq üçün Fələq və Nəs surələrini nazil etmişdir. Sehirdən, cadudan, gözləymədən, həsəddən, paxıllıqdan və s. kimi xəbis əməllərdən. İndi dinləyək bunu, baxın görün, sehiri inkar etdiyi üçün Allah Subhanahu taala ayətləri necə təhrif edir, necə dəyişir. Birincisi, Fələq və Nəs surələri Məkkə şəhrində gəlir. Amma Peyğəmbərə göz dəyildiyi və yaxud da sehir edildiyi iddiası Mədinə dövründədir. Birincisi, bundan əlaqəsi olmur onun avtomatik. Yəni, bu öz
ağlında elə fikirləşir ki, bu tapdı da. Deməli, Fələq və Nəs surələri Məkkədə nazil olub. Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinədə sehr olunubsa, deməli bunların bir-birinə əlaqəsi yoxdur. Hə, deməli bu səhvdir artıq. Bir savad. O demək deyil ki, Məkkədə, Mədinədə surələr nazil olubsa, onun Mədinəyə aidiyyəti yoxdur. Və yaxud da Mədinədə nazil olubsa, onun Məkkəyə aidiyyəti yoxdur. Birincisi, Fələq və Nəs surələrinin Məkkə surələri yoxsa Mədinə surələri olması barəsində alimlər arasında rəy var. Bəziləri Məkkə surələri adlandırır, bəziləri Mədinə surəsi də deyiblər ona. Çünki İbn Kəsir olsun, Təbəri olsun, Qurtubi girib baxa bilərsiniz bunlara, təfsir alimlərinə. Gətiriblər bu barədə danışıblar. Hətta Məkkə surələri olsa da belə və Məkkə surələri olduğu ilə razılaşsaq belə, bu o demək deyil ki, onun Peyğəmbər sallallahu əleyhi və səlləmə Mədinədə sehr olunubsa, deməli bu ilə onun əlaqəsi yoxdur. Allah Rəsuluna Mədinədə sehr olunsa da belə Allah Taala Məkkədə nazil olan Fələq və Nəs surələri ilə qorunmağını, müalicə olunmağını əmr edib ona. Yəni bunun ona nə aidiyyəti var ki, sən deyirsən ki, Məkkədədir, Peyğəmbər sallallahu əleyhi və səlləmə Mədinədə sehr olunub, deməli bunların bir-birinə əlaqəsi yoxdur. Yəni bu sənin nə qədər bisavad olduğu göstərir. Sonra görün. Baxın görün sonra nə deyir dəyərli dinləyicilər. Orada Fələq surəsində də ayənin bir yerində qeyd edirlər ki, güya düyünlərə üfürən qadınlar anlayışı var. Halbuki bu tamamilə yanlış bir tərcümədir. Oradakı tərcümənin əsli isə orada uqad sözü keçir. Yəni əqdlərə, müqavilələrə, fitnə, fəsad qarışdıranlardan gedir söhbət. Amma bu günlərin bunu gətirmişik, düyünlərə üfürən qadınlar. Sanki kişilər olsa olar, qadınlar olsa olmaz. Düyünlərə üfürən qadınların şərindən sənə sığınır. Niyə? Kişilər olsa sığınmıram da o zaman. Kişilər olar. Ya bu bisavad elə zənn edir ki, Allah Subhanahu taala Fələq surəsində buyurur ki, düyünlərə üfürən qadınların şərri deyildiyi zaman, deməli kişilər eləsə onlara aidiyyəti olmayacaq da. Bu bisavad düşünmür ki, Allah Subhanahu taalanın kitabında olan ayətlərin hökmləri həm kişilərə, həm də qadınlara aiddir. Ta o vaxta qədər ki, o ayə sırf əgər qadınlar üçün gəlibsə, hökmü qadınlara aiddir. Yox, əgər hökm ümumidirsə, həm kişilərə, həm də qadınlara əhatə edir. Çünki Allah Subhanahu taala nəffəsətə fil uqad, Allah Subhanahu taala buyurur. Nəfs sözü, alimlər deyirlər ki, qadın cinsində olduğuna görə Allah Subhanahu taala nəffəsət, yəni qadın cinsində istifadə etmişdi bunu. Həmçinin də alimlər deyirlər ki, sehirlə, cadu ilə daha çox qadınlar məşğul olduğu üçün Allah Subhanahu taala məhz qadınların şərrindən Allaha sığınmağı burada əmr etmişdi. Özü də onu bilir. Çünki özü də vaxtı ikən televizorlara çıxıb sehirbazlarla, falçılarla, cadugarlarla mübarizə etdiyi zaman orada olanların hamısı qadınlar idi, kişilər deyildi. Yəni bunu hər bir kəs təsdiq edə bilər ki, bu işlə ən çox məşğul olan qadınlar oldu. Lakin bu o demək deyil ki, dəyərli dinləyicilər, əgər kişi sehirlə, cadu ilə məşğul olursa, bu ayətin hökmünə aidiyyəti olmur ona. Xeyr, fərq etməz. Kişi və yaxud da qadın. Sehir, cadu, fal və s. kimi şeylər hər ikisini də haramdır. Kimdir ki, bu işlə məşğul olursa, böyük günah sahibidir. Necə ki, digər ayətlərdə Allah Subhanahu taala buyurur ki, "Ya eyyuhellezine amenu", ey iman gətirənlər, kişi cinsindədir müraciət. Bu o demək deyil ki, ey iman gətirənlər yalnız kişilərə aiddir, qadınlara yox. Yəni bu bisavadın başa düşdüyü kimi başa düşsə, onda burada ancaq kişilərdən gedir söhbət. Qadınlardan getmir. Və yaxud da Hucurat surəsini götürür, Allah Subhanahu taala buyurur ki, ey iman gətirənlər, bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Bu hər birinizə sual verin. Allah Subhanahu taala burada qoymadı kişi və yaxud da qadın. Allah taala buyurur ki, ey iman gətirənlər, bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ayəti oxuyan insan başa düşür ki, burada həm kişilərdən, həm də qadınlardan gedir. Hər iki tərəf, hər iki cins digər bir cinsin nümayəndəsini qeybət edirsə, böhtan etsə, nəmmamlıq edirsə, lağa qoyursa, deməli bu ayətin hökmünə aiddir. Sonra Allah Taala buyurur ki, ola bilər ki, onlar o birilərdən daha xeyirli olsunlar. Sonra Allah Subhanahu taala ayırır. Baxın. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Nə üçün Allah Subhanahu taala ayırdı burada məhz? Çünki bu işlə, yəni qeybətlə daha çox məşğul olan qadınlar olduğu üçün qardaşlarım. Allah Subhanahu taalanın ayətləri, hökmü hər bir kəsə aiddir. Allah Subhanahu taala əgər orada qadınları misal çəkibsə, o demək deyil ki, kişilər bu günah etsələr onlara aidiyyət olmayacaq. Bu bisavadın başa düşdüyü, özünüz də görürsünüz, ayətləri Allah Subhanahu taala ayətləri necə başa düşür. Sonra 1400 ildir İslam tarixində görülməyən, misli görülməyən bir tərcümə eləyir. Fələq surəsinin Nəffəsətə fil uqad, düyünlərə üfürən qadınların şərrindən Allaha sığınıram ayətini tərcümə edərək deyir ki, yəni müqavilələr, sazişlər bağlayanların şərrindən Allaha sığınıram deməkdir. Yəni burada bu ayətdə nə qadın, nə düyünlərə üfürən, nə də
digər sözlər mövcud deyil. Baxın görün nə deyir dəyərli dinləyicilər. Yəni belə bir tərcümə olar. Orada uqat sözü keçir. Uqat sözü əqd sözünün cəmidir. Əqd sözü bu günlərim Azərbaycanda da, hüquqda da bir termin olaraq müqavilə mənasında işlənir. Əqd kəsmək deyirlər. Əqd bağlamaq deyirlər. Yəni müqavilə olanda, müqavilələr fitnə fəsad qarışdıranların şərrindən Allah'a sığınmadı. Orada da uqat sözü olaraq müqavilə mənasında işlənir. Əqd kəsmək deyirlər. Əqd bağlamaq deyirlər. Yəni müqavilə olanda, müqavilələr fitnə fəsad qarışdıranların şərrindən Allah'a sığınmadı. Orada Müqavilələr, fitnə, fəsad, saziş bağlayanların şərrindən Allah'a sığınıram deməkdir. Allahu Ekber. Deyir ki, uqad sözü, nəfəsət fil uqad. Aqdın sözü, əqd sözünündir, cəmidir. Yəni əqd də müqavilə, saziş bağlamaqdır. Gözün içinə qədər yalan danışır. İkisi də ayrı-ayrı sözlərdir, qardaşlar. Və vallahi ikisi də ayrı-ayrı sözlərdir. İkisinin də ayrı-ayrı mənaları var. Sadəcə bu ikisi də kəlmələr bir-birinə oxşadığı üçün deyir ki, eyni mənadır. İkisi də eyni sözdür. İnsanları bu cürə nə edir? Allahdır. Deməli, uqad sözü düyün deməkdir. Uqdatun düyünlər deməkdir mənasında. Uqud, uqdatun. Bunun dediyi isə saziş, müqavilə isə əqdun sözüdür. Uqudun, sazişlər mənasındadır. Baxın ha, uqudun var uqdatun. Düyünlər var uqudun, sazişlər. Başqa-başqa sözlərdir. İkisini də cəm edib insanlara bu cürə nə edir? Sırrayır ki, tək ki insanlara nə etsin? Aldatsın bu bisavad. Allahu Ekber. Allah Subhanahu taala dövlətimizi, məmləkətimizi belə şeytanların şərrindən qorusun.